Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda katları tək-tək sayılan bol içlikli İrəvan kətəsinin, qozlu kətənin hazırlanmasını sizinlə paylaşıram. Bu reseptlə kətələr çox yaxşı alınır, kövrək, ağızda əriyən bir kətə alınır. Keçək kətələrin hazırlanmasına. Bunun üçün ələnmiş un götürmüşəm. Unun üzərinə 200 qram doğranmış kərə yağını əlavə edirəm. Kərə yağını margarinlə də əvəz eləmək olar. Yağla onu əlimlə ovuşdurub umac hazırlayıram. Mən yağı doğrayıb unla qarışdırdım, amma istəyə görə soyuq yağı una batıraraq tyorkadan da keçirtmək olar. Umacım hazır olandan sonra üzərinə az duz səpirəm. 2 xörək qaşığı şəkər tozu, 1 ədəd sındırdığım yumurtanı, 200 ml stəkanla 1 stəkan qatıq, istəyə görə qatığı xama ilə də əvəz eləmək olar. 1 paket 5 qram şəkərli vanil, 1 paket 10 qram da qabartma tozu əlavə eləyirəm. Ərzaqların hamısını əlavə eləyəndən sonra xəmir yoğururam. Xəmiri çox yoğurmuram. Elə əlimlə yoğurub bir iri bir kündə halına gətirirəm. Xəmir üçün 4 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Çəki ilə təxminən 500-510 qrama yaxın un elədi. Belə gördüyünüz kimi xəmirim artıq hazırdır. Xəmiri yoğurandan sonra dəzgahın üstünə qoyub 2 yerə bölürəm. Xəmir parçalarını əlimlə yuvarlayıb iri kündə halına gətirirəm. Xəmirin biraz bərkiməsi üçün salafan paketlərə qoyuram. Bərkiməsi üçün bir 20 dəqiqəliyə soyuducuya qoyuram. Bu arada içliyi hazırlayıram. İçlik qozludur. 250 qram qoz ləpəsi götürmüşəm. Qoz ləpəsini tavaya töküb biraz qovururam. Mən qoz ləpəsini qovururam, amma istəyən elə qovurmamış da içliyi hazırlaya bilər, amma qovuranda daha dadlı olur. Kətəni yeyərkən qoz ləpəsi ağızda hiss olunsun deyə mən qoz çəkən maşından keçirtmirəm. Salafan paketə yığıb videoda göstərdiyim kimi oxlovla üstündən əzərək qozu xırdalayıram. Xırdaladığım qoz ləpəsini bir ərzaq qabına yığmışam. Üzərinə 200 qram şəkər tozu, yarım çay qaşığı hil, 1 ədəd yumurtanın ağın sarısından ayırmışam. Ağını içliyə qatıram, sarısının üzəri üçün saxlayıram. Yumurta ağını da əlavə edib yaxşı-yaxşı qarışdırıram. Yumurta ağını qatanda onda içlik dağılmır. İçliyi də hazırlayıb qoyuram bir kənara. Kündələr artıq biraz özünü tutub, bərkiyib, un səpdiyim dəzgahın üstünə qoyuram kündələrdən birini. Üstünə də un səpib, əlimlə biraz üstündən bastırıb, genişləndirəndən sonra yayıb yayma açıram. Arada ehtiyac olanda yenə biraz un səpib, 2 mm qalınlığında geniş bir yayma yayıb açıram. Yaymanı açandan sonra yaymanın üstündən fırça ilə ərinmiş kərə yağı çəkirəm. Çox da yağ çəkmirəm, elə az bir şəkildə yaymanın üstünə ərinmiş kərə yağı çəkirəm. Hazırladığım içliyi 2 yerə bölmüşəm. Bir hissəsini açdığım yaymanın üstünə əlavə eləyirəm. Yaymanın üstünə yayıram, hər yerinə hazırladığım içlikdən yayıram. Kətə üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd eləmişəm. İçliyi də yayandan sonra videoda göstərdiyim kimi bir tərəfdən başlayaraq yaymanın bir tərəfinin üstünə qatdıya sonacan rulon şəklində bükürəm. Xəmiri bu reseptlə hazırlayıb umaclı içliklə də umaclı kətələr hazırlamaq olar. Sonacan bükəndən sonra rulonun biraz çəkib əlimlə düzəldirəm. Oxlovla üstündən biraz yayıram ki, hər tərəfi eyni olsun.
Ayırmış olduğum yumurta sarısına 1 çay qaşığı da süd əlavə eləyib qarışdırandan sonra içlikli xəmirin üstünə çəkirəm. Yumurta sarısını çəkəndən sonra çəngəllə üstündə naxışlar eləyirəm. Siz öz istədiyiniz kimi naxış vura bilərsiniz. İstəyə görə doğrayıb sonra yumurta sarısını çəkmək olar, amma mən elə əvvəldən yumurta sarısını çəkib sonra doğrayıram. Mən bir kündənin hazırlanma qaydasını sizə göstərdim, amma ikinci kündəni də eyni qaydada yayıb, yağ çəkib, içlik əlavə eləyib, eyni şəkildə rulon kimi büküb hazırlayıram. Doğrayandan sonra pişirəcəyim yağlı kağız sərdiyim formuya düzürəm. Çox rahatlıqla da götürüb formuya düzmək olur. Hamısını düzəndən sonra İkinci gündən də eyni qaydada doğrayıb formuya yığıram. Hazır kətələri öncədən qızdırdığım 180 dərəcəlik sobada 25-30 dəqiqə üstü qızarana kimi pişirirəm. Kətələr artıq pişib hazırdır. Üstü çox yaxşı qızarıb, çox ləzzətli kətələr alınıb. Hazırladığım xəmirdən tam 25 ədəd qozlu kətə alındı. İlk hazırlayan xanımlar belə bu reseptlə çox rahatlıqla kətələrdən hazırlaya bilər. Əminəm ki, çox yaxşı alınacaq. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, öz fikirlərinizi şərh bölümündə mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.